Salam uşaqlar, bugün yerin öz oxu ətrafında hərəkəti, yəni saat qurşaqları mövzusundan ilk 100 suala baxacağıq. A və B məntəqələri üçün fərqli cəhət. A və B məntəqələri baxırıq ki, eyni paralelin üstündə, yəni 40 dərəcə cənub enliyində yerləşir. Bu zaman bunlar arasında nə fərqli ola bilər? Günəş şüalı düşmə bucağı fərqli ola bilməz. Çünki eyniliklərə eyni düşür günəş şüalı düşmə bucağı. Şimal qütbünə olan məsafə də fərqli ola bilməz. İkisi də şimal coğrafi qütbündən 130 dərəcə məsafədədir. 90 şimalla cənub 40 arasında. Ekvatordan məsafələri fərqli ola bilməz. Çünki ikisi də ekvatordan 40 dərəcə məsafədədir. Cənub qütbündən olan məsafələr də fərqli ola bilməz. İkisi də cənub 90-dan 50 dərəcə məsafədədir. Amma yerli vaxtları fərqli olar. Çünki hərəsi fərqli meridianda yerləşir. Yerli vaxtda meridianlara görə hesablandığı üçün yerli vaxtları fərqli olacaq. Bütün saat qurşaqlarına yerləşən materik bir materikin bütün saat qurşaqlarında yerləşə bilməsi üçün onu bütün meridianlar kəsə bilməlidir. Bütün meridianlar da qütbdə birləşdiyi üçün qütbdə yerləşən materik olan Antarktidanı seçməliyik. 21 mart tarixində aralarındakı məsafənin bir neçə 100 kilometr olmasına baxmayaraq, iki müxtəlif şəhər arasında vaxt fərqinin olmamasının səbəbi. Deməli, bunların arasında məsafələr var, amma vaxtları eynidir. Vaxtları eynidirsə, deməli, eyni meridian xəttinin üzərindədirlər. Yəni, aralarındakı məsafə şərqə, qərbə doğru yox, şimala və yaxud cənuba doğrudur. Eyni meridian xətti üzərində olduqları üçün vaxtları da eyni olacaq. 16-cı saat qurşağı üçün qəbul edilən orta meridian. 16 hər hansısa bir saat qurşağının orta meridianı tapmaq üçün onu 15-ə vurmalıyıq. Lakin 16-nı 15-ə vuranda 180-dən böyük ədəd alınır. Yəni 16-cı saat qurşağı qərb yarımkürəsindədir. Əgər bir saat qurşağı qərb yarımkürəsindədirsə, onun orta meridianı tapmaq üçün əvvəlcə 24-dən verilən saat qurşağının nömrəsini çıxmalıyıq. Yəni 16-nı. Daha sonra 15-ə vurmalıyıq aldığımız cavabı. Bu da eləyir 120 dərəcə qərb uzunluğu. 11 saat qurşağı üçün qəbul edilən orta meridian ilk 11 saat qurşağı şərqdə yerləşir. Ona görə də birbaşa 11-i 15-ə vururuq. Bu da edir 165 dərəcə şərq uzunluğu. 1-dən 11-ə kimi bütün saat qurşaqları şərqdədir. 12 həm şərqdə, həm qərbdədir. 13-23 qərbdədir. 24 və ya 0 həm şərqdə, həm də qərbdədir. 13-cü saat qurşağı üçün qəbul edilən orta meridian 13 qərbə düşdüyü üçün birinci 24-dən 13-ü çıxırıq. 11 edir. 11-i vururuq 15-ə. O da edir 165 qərb uzunluğu. Hansı paralel üzərində 222 kilometr məsafə daha çox yerli vaxt fərqi yaradır? Vaxt fərqi meridianlara əsasən hesablanır. 220 kilometrdən daha çox meridian keçməlidir. Bunun üçün meridianlar daha sıx-sıx, yaxın-yaxın çəkilməlidir. Məsələn, yer kürəsini təsəvvür etsək, meridianlar bir-birinə yaxın-yaxın çəkilir. Qütbə yaxın ərazilər. Ekvatora doğru isə onlar arasındakı məsafə böyür. Ona görə biz qütbə ən yaxını seçməliyik. Qütbə ən yaxın olan 80 dərəcə şimal əyni. 80 dərəcə şimal əyndə paralelin ölçüsü kiçikdir. Ona görə meridianlar yaxın-yaxın çəkilir. Nəticədə də vaxt fərqi daha çox dəyişir. Aşağıda verilən paraleldən hansının üzərində 222 kilometr məsafə daha az? Bu da onun əksidir. Daha azdırsa meridianlar daha aralı-aralı çəkilməlidir. Yəni paralel daha böyük olmalıdır. Ən böyük paralel ekvatordur. Ona görə də ekvator xətti üzərində daha az vaxt fərqi yaranacaq. Yeni sutkanın başlandığı saat qurşağı 24 yox, 24 yox. 12-ci saat qurşağı, yəni 180 dərəcəli meridian. 180 dərəcəli meridian ümumiyyətlə sutkanın başlaması kimi götürülür və beynəlxalq tarix dəyişmə meridianı adlanır. 22-ci saat qurşağı üçün qəbul edən orta meridian 22 qərbdə olduğu üçün əvvəlcə 22-ni 24-dən çıxırıq.
edir 2. Daha sonra 2'ni vurdum 15'e edir 30 qərb uzunluğu. 11-ci suala davam edirik. Cədvəldə müxtəlif məntəqələrin coğrafi koordinatları verilmişdir. Bu cədvələ əsasən 21 martda Bakı ilə ən az yerli vaxt fərqinə malik olan məntəqəni müəyyən edin. Ümumiyyətlə istənilən tarixdə burada enliyin heç bir adiyyatı yoxdur söhbətə. Enliklərə ümumiyyətlə baxmırıq. Çünki vaxt fərqi enliklərə yox, uzunluqlara əsasən hesablanır. Burada enlikləri sizin fikrinizi qarışdırmaq üçün verib. Bakı ilə ən az yerli vaxt fərqinə malik ərazi Bakının uzunluğuna ən yaxın uzunluq olmalıdır. Yəni 50 dərəcə şərq uzunluğuna ən yaxın uzunluq. Bunlar qərbdədir, atırıq. Bu da qərbdədir, atırıq. Bu da qərbdədir, atırıq. 38, 42 yoxsa 52, 55, 50-yə yaxındır. Təbii ki, 52, 55 cavab olur. Üçüncü, ikisini seçməliyik. Onda ikincini də seçə bilərik. Digərlərinə nisbətən 2 də daha yaxındır. Çünki digərləri qərbdədir. Yer kürəsi 2 saat 40 dəqiqə ərzində öz oxu ətrafında neçə dərəcə dönür? 1 saatımız 15 dərəcəyə bərabərdir. 2-ni vururuq 15-ə, eləyir 30 dərəcə. Yerdə 40 dəqiqə var. 4 dəqiqə 1 dərəcəyə bərabərdir. 40-ı bölürük 4-ə, eləyir 10 dərəcə. Deməli, 2 saat ərzində 30 dərəcə, 40 dəqiqə 10 dərəcə, ümumilikdə 40 dərəcə dönür. 0 və 24-cü saat qurşaqların orta meridianı arasında fərq. 0 və 24 eynidir. 0-da başlayır, 24-də bitir. İkisi də Greenwich meridianından keçir orta meridian olaraq. Ona görə də bunlar arasında hər hansısa bir fərq müşahidə olunmayacaq. 0 saat. Ölkə ərazisinin qərbdən şərqə doğru böyük məsafədə uzanması səbəb ola bilər. Bir ölkə qərbdən şərqə böyük məsafədədirsə, deməli daha çox saat qurşağı yanacaq. Ölkə daxilində saat qurşaqlarının çox olması. Çünki əgər qərbdən şərqə böyük məsafədədirsə, daha çox meridian keçəcək ərazidən, nəticədə də saat qurşaqlarının sayı çoxalacaq. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. 6-cı saat qurşağı, bu da 18-ci saat qurşağı. 6-cı saat qurşağı şərqdədir, 18-ci saat qurşağı qərbdədir, 12-dən böyükdür. Greenwichdə qurşaq vaxt fərqi 6 saatdır. Bunu ikisinə də götürə bilərik. Çünki Greenwich 0 dərəcəli meridiandır. 0 dərəcəli meridian həm 0-cı, həm də 24-cü saat qurşağının orta meridianı hesablanır. 6 0-dan 6 saat fərqlidir. 18 də 24-dən 6 saat fərqlidir. Ona görə bunu ikisinə də götürə bilərik. Orta meridianın 90 şərqdir. Şərqdirsə deməli 6-cı saat qurşağı. 6 vur 15, 90 edir və şərq yarımkəsində yerləşir. Yeni sutkanı Greenwich meridianına görə daha gec qarşılayır. Greenwich meridiandan geridədirsə, deməli qərbdədir. Qərbdə olanda 18-ci saat qurşağıdır. Onu götürürük. 18-ə 3 yarımkürədə yerləşir. İkisi də ümumiyyətlə 0 və 12-ci saat qurşağından başqa bütün saat qurşaqlar 3 yarımkürədə yerləşir. 0 və 12 isə 4 yarımkürədə yerləşir. Qurşaq vaxtı Bakının qurşaq vaxtından 3 saat irəlidədir. Bakı yerləşir 3-cü saat qurşağında 50 şərq uzunluğu yerləşir 3-cü saat qurşağında. Bunu tapa bilmək üçün 50-ni 15-ə bölürük. 3 düşür, qalıq 5 qalır. Qalan qalıq 7.5-dən kiçikdirsə elə 3 də götürürük. 3-cü saat qurşağının ortası 45 dərəcə şərq uzunluğudur. Əgər Bakıdan 3 saat irəlidədirsə, deməli 45 dərəcə şərqdə yerləşməlidir. 3 vur 15, 45. 45 şərq uzunluğundan 45 dərəcə şərqdə yerləşən məntəqədə 90 şərq uzunluğudur. Ona görə 5-i götürəcəyik 6-cı saat qurşağı. Amerika Birləşmiş Ştatları və Kanadanı kəsib keçir. Deməli, qərbdə yerləşməlidir. Çünki bu hər iki ölkə qərb yarımkürəsindədir. Bunu da 18-ə götürəcəyik. 1-ə 2, 5, 2-ə 3, 6, 3-ə 1, 4.
A və B məntəqələri arasında qurşaq vaxt fərqini hesablayın. B yerləşir 45 dərəcə qərb uzunluğunda, Qrinviçdən qərbdə. A isə yerləşir 63 dərəcə şərq uzunluğunda, Qrinviçdən şərqdə. Qurşaq vaxtı deyirsə, biz A və B-nin hər ikisinin hansı saat qurşağında yerləşdiyini tapmalıyıq. Birinci A-nı tapaq. 63-ü bölək 15-ə edir 4. Qalıq 3. 60-dan 15 4 dəfə qalıq 3. Qalıq 7,5-dən kiçikdir deyə elə 4-cü saat qurşağı götürürük. 45 qərb uzunluğunda isə 45-i bölürük 3-ə edir 15. Yox, 15-ə bölürük 45-i edir 3. Amma 45 qərbbdədir. Ona görə aldığımız cavabı 24-dən çıxmalıyıq. 24-dən 3 çıxanda 21. 21-ci saat qurşağı, 4-cü saat qurşağı arasında 7 saat fərq var. Çünki 21-ci saat qurşağı qərbbdədir. Ondan sonra gəlir 22, sonra gəlir 23, sonra gəlir 24 və ya 0. Bura qədər 3 saat fərq var. 1, 2, 3. 0-dan 4-cü saat qurşağına qədər 4 saat məsafə var. Bu da eləyir 7 saat. Vaxt fərqi 120 dəqiqə olan A və B məntəqə arasındakı məsafəni hesablayın. 120 dəqiqəmiz 2 saatdır. 2 saat isə 30 dərəcəyə bərabərdir. Çünki 1 saat 15 dərəcə. A və B isə ekvatorun üzərindədir. Ekvator üzərində 30 dərəcə neçə kilometr eləyir bilmək üçün 30-u 111-ə vurmalıyıq. Çünki ekvator üzərində 1 dərəcə 111-dir. Bu da eləyir 3330 kilometr. A və B məntəqə arasında yerli vaxt fərqini müəyyən edin. Yerli vaxt fərqi hər bir meridiana əsasən hesablanır, qurşağa əsasən hesablanmır. A 95 şərqdə, B isə 45 şərqdə yerləşir. Hər ikisi şərqdədir. Aradakı məsafəni tapmaq üçün çıxmalıyıq. Eləyir aradakı məsafə 50 dərəcə. 50 dərəcənin nə qədər zaman fərqi yaratdığını bilməyimiz üçün 50-ni bölürük 15-ə. 50-nin içində 15. 3 dəfə tam yerləşir. Ona görə 3 saat yazırıq. 3-ü vur 15-ə 45 eləyir. Onda 5 dərəcə qalıb. Deməli 50-ni 15-ə böləndə 1 dərəcədə 4 dəqiqədir. 5 vur 4, 20 dəqiqə. Deməli cavabımız olur 3 saat 20 dəqiqə B variantı. A, B, C məntəqələrinin müvafiq olaraq hansı saat qurşağında yerləşdiyini müəyyən edin. Hər hansısa bir saat məntəqənin hansı saat qurşağında yerləşdiyini bilmək üçün onu 15-ə bölməliyik. A və B qərb yarımkürəsindədir. Sıfırdan soldadır. Birinci A-nı tapaq. 75 böl 15. Eləyir 5. Amma qərbdədir. Ona görə 24-dən 5-i çıxmalıyıq. Çünki 5-ci saat qurşağı şərq yarımkürəsidir. A eləyir 19-cu saat qurşağı. B-ni tapmaq üçün 35-i bölürük 15-ə. 2 eləyir. 35-in içində 15 2 dəfə. Qalıq isə 5 qalır. 2-nin çünki 15-ə vuranda 30 eləyir. Qalan qalıq 7,5-dən kiçikdir deyə elə 2 olaraq götürürük. Amma qərb olduğu üçün 24-dən 2-ni çıxırıq. Eləyir 22-ci saat qurşağı. Deməli B oldu 22-də. C isə 45 şərqdədir. 45-i bölürük 15-ə. 3 eləyir, qalıq da qalmır. Şərq olduğu üçün də elə 3-ü götürürük. Yəni 24-dən çıxmırıq. Cavabımız olur 19, 22, 3, D variantı. Ekvator üzərində 60 dərəcə şərq uzunluğunda yerləşən A məntəqəsində yerli vaxtla saat 13:00-dur. Gəlin bunu çəkək. Bu olsun ekvator. Ekvator. Bu da olsun 60 dərəcə şərq uzunluğu xətti. A nöqtəsi ekvatorla 60 şərqin kəsişməsində yerləşir. Ekvator üzərində 60 şərq uzunluğundadırsa, deməli bu ikisinin kəsişməsində yerləşir. Və burada saat 13:00-dur. Həmin məntəqədən 9990 km şərqdə yerləşən B məntəqəsinin yerli vaxtı müəyyən edin. Deməli, buradan şərqdə 9990 km məsafədədir. Ekvator üzərində 9990 km neçə dərəcə olmağını bilməyimiz üçün onu 111-ə
bölməliyik. Cavab edir 90 dərəcə. Deməli 60 şərq uzunluğundan 90 dərəcə daha şərqə getməliyəm. 60-ın üzərinə 90 gəlirəm. Cavab edir 150 şərq uzunluğu. Amma bu bizə lazım deyilmiş. Çünki bizdən yerli vaxtı soruşulur. Hə, 90 dərəcə məsafədədir. 90 dərəcəmiz neçə saat eləyir? Bölürük 15-ə eləyir 6 saat və daha şərqdə olduğu üçün bu məntəqə A-dan 6 saat irəlidə olmalıdır. A-da 13-dürsə, üzərinə 6 saat gəlirik, eləyir 19:00. Davam edirik 21-ci sualda. Bakıda yerli vaxtla saat 20:12, digər şəhərdə isə 14:00-dur. Bu şəhərin hansı coğrafi uzunluqda yerləşdiyini müəyyən edin. Birinci iki şəhər arasındakı saat fərqini tapaq. Birində 20:12-dir, birində 14:00. 20:12-dən 14:00 çıxanda eləyir 6:12. İki məntəqə arasında 6 saat 12 dəqiqə zaman fərqi var. 6 saatımız 6 vur 15, 90 dərəcə edir. 12 dəqiqə isə 4 dəqiqə 1 dərəcə olduğu üçün 12-ni bölürük 4-ə, 3 dərəcə edir. Deməli, ümumilikdə iki məntəqə arasında 93 dərəcə məsafə var. Bakıdan məntəqə geridədir saat hesabı ilə. Ona görə Bakıdan qərbə getməliyik. Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. 50 şərqdən 93 qərbə gediriksə, 93 50-dən çıxırıq. Bu eləyir -43, yəni keçir qərb yarımkürəsinə. Qərb yarımkürəsində 43 dərəcə cavab olur A variantı. Kiyev şəhəri 50 dərəcə şimal enliyi, 30 dərəcə şərq uzunluğunda yerləşir. Kiyevdə yerli vaxtla 7:00 olarsa, bu vaxt Londonda yerli vaxtla saatı müəyyən edin. Deməli, London 0 dərəcə şərq uzunluğu, 0 dərəcə uzunluqdadır London. Kiyev isə 30 şərq uzunluğundadır. İkisinin arasında 30 dərəcə var. 30 dərəcə isə 2 saat zaman fərqi yaradır. Çünki 15 dərəcən 1 saat. Əgər Kiyevdə 7:00-sa, Londonda 5:00 olacaq. Çünki London Kiyevdən daha qərbdə yerləşir. 7-dən 2 çıxırıq, olur 5. Meridian istiqamətində şimaldan cənuba doğru hərəkət edən qatar 7 saat yol getmişdir. Bu müddət ərzində yer kürəsi öz oxu ətrafından neçə dərəcə dönmüşdür? Yer kürəsi 1 saata 15 dərəcə dönür. 7 saata 7 vur 15, 105 dərəcə dönəcək. A məntəqəsi 6-cı saat quşağın orta meridiandan 6 dərəcə qərbdə yerləşərsə, məntəqənin uzunluğunu tapın. 6-cı saat quşağın orta meridianını birinci tapaq. 6 vur 15 eləyir 90 şərq uzunluğu. Çünki 1-dən 11-ə kimi bütün saat quşaqları şərqdədir. 90 şərq uzunluğu 6 dərəcə qərbdədirsə, 90-dan 6 çıxırıq, eləyir 84 şərq uzunluğu. Cavab olur C variantı. 170 şərq uzunluğunda yerləşən A məntəqəsində 13 fevral saat 16:00 olarsa, 170 qərb uzunluğunda yerləşən B məntəqəsində bu zaman hansı gün və saat neçə olar? Biri 170 şərqdədir, biri 170 qərbdədir. Bu ikisini toplayırıq. Aradakı məsafə indi 170-dən deyə bilərsiniz ki, 180-ə daha yaxındır. Oradan hesabla. Amma 180 dərəcəli meridian beynəlxalq tarix dəyişmə meridianıdır. Oradan hesablaya bilmirik. Çünki arada bir gün məsafə yaranır. O meridianın sağında solunda. Ona görə Greenwich'dən hesablamalıyıq. Bu ikisini toplayırıq. Biri şərqli, biri qərb. 340 dərəcə eləyir. 340 dərəcə isə bölürük 15-ə. Görək neçə saat, neçə dəqiqə edir. 340-ın içində 15, 22 dəfə tam yerləşir. 22 saat. 22 vur 15, 330 edir. 10 dərəcə qalıq qalır. 1 dərəcə 4 dəqiqədirsə 10 dərəcə 40 dəqiqədir. Deməli, məntəqə arasında 22 saat 40 dəqiqə zaman fərqi var. Və A məntəqəsi şərqdədir, B qərbbdədirsə, deməli, A məntəqəsindəki saatdan aradakı məsafəni çıxmalıyıq. Yəni 22 saat 40 dəqiqəni çıxmalıyıq. 16:00-dan 22:40 çıxanda isə bir gün dala getmiş olacağıq. Çünki 16:00-dan 16 çıxanda 00:00 olur.
Yerdə bizim hələ 6 saat 40 dəqiqəmiz qalır. Yəni 22:40-cısında 16-nı çıxanda 6 saat 40 dəqiqə qalır. 6 saat 40 dəqiqə bir gün əvvələ keçirik. Gecə saat 12-dən 6 saat 40 dəqiqə geriyə getdikdə isə saat olacaq e, 17:20. Yəni ki 24:00-dan 6 saat 40 dəqiqə geri gedirəm. Saat olur 17:20 və bir gün dala keçdiyim üçün 13 fevral olacaq 12 fevral. Cavab olacaq C variantı. Xarici ölkədə səfərdə olan dostunuz sizə zəng vurarkən orada yerli vaxtın 14:30 olduğunu söylədi. Həmin vaxt Bakıda saat 22:50 idi. Dostunuzun olduğu coğrafi uzunluğu tapın. Birinci iki şəhər arasındakı zaman fərqinə baxaq. Bakıda 22:50-dir, orada isə 14:30-dur. 22:50-dən 14:30 çıxanda eləyəcək 8:20. Deməli, Bakı ilə məntəqə arasında 8 saat 20 dəqiqə vaxt fərqi var. 8 saat 20 dəqiqənin neçə dərəcə olduğunu tapaq. 8-i vuraq 15-ə, eləyir 120. 20 dəqiqə isə 4 dəqiqə 1 dərəcədirsə, 20-ni bölək 4-ə eləyir 5. Deməli, 120 dərəcə o, 5 dərəcə də bu. Ümumi məsafə oldu 125 dərəcə. Məntəqə Bakıdan saat hesabı ilə geridir deyə Bakıdan 125 dərəcə qərbə getməliyik. Bakı 50 şərqdədir. 50 şərqdən qərbə gediriksə 125 50-dən çıxmalıyıq. 50-dən 125 çıxanda -75 eləyir. Deməli, artıq qərbə keçmişik. E, 75 dərəcə qərb uzun. Çıxanda mənfi alırsa, deməli, əks yarımkürəyə keçmişiz. Hər birindən 4440 kilometr məsafədə yerləşən, bir-birindən 4440 kilometr məsafədə yerləşən A və B məntəqə arasında neçə dəqiqə zaman fərqi var? Birinci görə A və B məntəqə arasında neçə dərəcə məsafə var. Ekvator üzərindədirlər. 4440 kilometr neçə dərəcə olduğunu tapmaq üçün 4440-ı bölürük 111-ə, ekvatorun 1 dərəcəsinə eləyir 40 dərəcə. A ilə B-nin arasında 40 dərəcə məsafə var. 1 dərəcədə 4 dəqiqədir. 40 vur 4 eləyir 160 dəqiqə. Bakıdan 270 azimutda yerləşən və Bakı ilə yerli vaxt fərqi 6 saat 52 dəqiqə olan məntəqənin saat qurşağını müəyyən. Deməli, Bakıdan qərbdədir. 270 azimutda yerləşir. 6 saat 52 dəqiqə geridə olmalıdır. Baxaq görə 6 saat 52 dəqiqə neçə dərəcə eləyir? 6 vur 15 eləyir 90 dərəcə. 52 böl 4. Niyə 4-ə bölür? Çünki 1 dərəcə 4 dəqiqədir. Bu da eləyir 13 dərəcə. 90 o, 13 də o eləyir ümumilikdə 103 dərəcə. Məntəqə deməli Bakıdan 103 dərəcə qərbdədir. Bakıda 50 dərəcə şərq uzunluğunda yerləşirsə, qərbə doğru gedəndə 50-dən 103 çıxırıq, eləyir -53. Deməli cavabımız 53 dərəcə qərb uzunluğudur. Mənfi olduğu üçün yarım kürəni dəyişirik. Bakı şərqdə idi, bu qərbə düşür. Bizdən soruşur ki, hansı saat qurşağındadır? 53 qərb uzunluğu hansı saat qurşağında olduğunu bilmək üçün bölürük onu 15-ə. 53-ün içində 15 3 dəfə tam yerləşir. Qalıq isə qalır 3 vur 15 45. Bu da 53-dürsə qalır 8. Qalan qalıq 7,5-dən böyük olduğu üçün 3-ün üzərinə 1 əlavə edirik. Olur 4. Amma 4-cü saat qurşağı şərq yarımkürəsindədir. 53 isə qərbdədir. Ona görə qərb olduğu üçün aldığımız cavabı da 24-dən çıxırıq. Cavab eləyir 20. Yəni 20-ci saat qurşağı. Bakıda yerli vaxtla saat 07:00 olarsa, ondan 2989 kilometr şərqdə yerləşən məntəqədə yerli vaxtla saatı tapın. Bakı yerləşir 40 dərəcəli paralelin üzərində. 40 dərəcəli paralelin üzərində 2989 kilometrin neçə dərəcə olduğunu bilməyimiz üçün biz 2989-u
85,4-ə bölməliyik. Çünki Bakının yerləşdiyi paraleldə 1 dərəcənin qiyməti 85,4-dür. Bu da eləyir 35 dərəcə. Bakıdan 35 dərəcə şərqdə yerləşən məntəqə görək orada saat neçədir? 35 dərəcəmiz bölürük 15-ə eləyir 2 saat. 2 vur 15 30. 5 dərəcə qalır. 1 dərəcə 4 dəqiqəsə 5 dərəcə 20 dəqiqə olacaq. Deməli məntəqə Bakıdan 2 saat 20 dəqiqə irəlidə olmalıdır. Çünki bizdən şərqdədir. 07:00 üzərinə 2 saat 20 dəqiqə gəlirik. O da eləyir 09 20. Bakıda yerli vaxtla saat 18:32-dir. Digər şəhərdə isə 11:00-dur. Bu şəhərin hansı coğrafi uzunluqda yerləşdiyini müəyyən edin. Birinci iki məntəqə arasında zaman fərqini tapmalıyıq. 18:32-dən çıxmalıyıq 11:00. Burada eləyir cavab 7:32. Deməli, Bakı ilə məntəqə arasında 7 saat 32 dəqiqə zaman fərqi var. Sonra bu zaman fərqini dərəcəyə çevirməliyik. 7-ni vururuq 15-ə, eləyir 105. 32-ni isə 4-ə bölürük. Çünki 1 dərəcə 4 dəqiqədir. Bu da eləyir 8. 105 o, 8 də bu. Ümumi aradakı məsafə 113 dərəcədir. Və həmin şəhərdə saat Bakıdakından geridədirsə, Bakıdan 113 dərəcə qərbə doğru getməliyik. Bakı 50 şərqdədir. Qərbə doğru gediriksə ondan 113 çıxırıq. Bu da eləyir -63, yəni 63 qərb uzunluğu. Mənfiyə düşdüsə yarım kürəni dəyişirsiniz. Əgər 117 dərəcə şərq uzunluğunda yerləşən Pekin şəhərində yerli vaxtla saat 12:00 olarsa, bu vaxt London şəhərində yerli vaxtı müəyyən edin. London 0 dərəcə uzunluqda yerləşir. 117 şərq uzunluğuna 0 dərəcə uzunluğu arasında 117 dərəcə məsafə var. 117 dərəcəni isə zamana çevirmək üçün onu 15-ə bölməliyik. 117-nin içində 15 7 dəfə tam yerləşir. 7 vur 15 105 eləyir. Buradan 12 dərəcə qalır. 1 dərəcə 4 dəqiqəsə 12 dərəcə 48 dəqiqə olacaq. Deməli, Pekinlə London arasında 7 saat 48 dəqiqə zaman fərqi var və London Pekindən daha qəribdədir deyə Pekinin saatı olan 12:00-dan 7 saat 40 dəqiqə çıxmalıyıq. 48 dəqiqə. Bu da eləyəcək 04 12. Cavab olur C variantı. 24 saat qurşağı üçün qəbul edin orta meridian 0 dərəcəli meridiandır, həm də 0-cı saat qurşağının orta meridianı hesab olunur. Davam edirik 33-cü sual ilə. 28 dərəcə şərq uzunluğunda yerləşən İstanbul şəhərində günəş yerli vaxtla səhər 6:10-da çıxır. Bu zaman onunla eyni paraleldə və 4 dərəcə qərb uzunluğunda yerləşən Madrid şəhərində yerli vaxtla saatı müəyyən edin. Birinci 28 şərq uzunluğu ilə 4 qərb uzunluğu arasındakı dərəcə fərqini tapmalıyıq. Biri şərq, biri qərb olduğu üçün bunları toplayırıq. Edir 32 dərəcə. Daha sonra 32 dərəcənin nə qədər zaman fərqi yaratdığına baxmalıyıq. 32-ni bölürük 15-ə, 2 saat tam düşür. 2 vur 15 30. 2 dərəcə qalır. 1 dərəcə 4 dəqiqədirsə 2 dərəcə 8 dəqiqə olacaq. Deməli, məntəqələr arasında 2 saat 8 dəqiqə zaman fərqi var və Madrid daha qərbdə olduğu üçün İstanbulun vaxtından geriyə getməliyik. 6:10-dan 2 saat 8 dəqiqə geri gedəndə eləyir 04:02. Ekvator üzərində yerləşən, aralarında yerli vaxt fərqi 12 dəqiqə olan iki şəhəri bir-birindən xəritədə 66,6 santimetrlik məsafə ayırır. Bu xəritənin miqyasını tapın. Miqyas tapmaq üçün həqiqi məsafə xəritədəkinə bölünməlidir. Xəritədəki verilib, amma biz həqiqi məsafəni bilmirik. Bunun üçün bizə açar verilib. Məsələn, 12 dəqiqə. 12 dəqiqənin neçə dərəcə olduğuna baxırıq. 4 dəqiqə 1 dərəcədirsə 12 bölü 4 3 dərəcə. 3 dərəcə ekvator xətti üzərində 333 kilometr eləyir. Çünki 1 dərəcə 111 kilometrdir.
333 kilometri 66,6 santimetr veribsə əgər, miqyas tapılanda həqiqi məsafə bölünür xəritədəki məsafəyə. Bu da eləyir 5. Miqyas kimi yazanda isə arxasına 5 ədəd 0 atırıq. A və B məntəqələrin hansı saat qurşağında yerləşdiyini müəyyən edin. Deməli, A 65 şərtdədir. 65-i bölürük 15-ə, eləyir 4 dəfə, qalıq isə 5 qalır. Qalıq 7,5-dən kiçikdir deyə, elə 4-ü olduğu kimi götürürük. A yerləşir 4-də, 4-cü saat qurşağında. B-də isə 30-u bölürük 15-ə, eləyir 2, amma ikinci saat qurşağı şərqdədir, B isə qərbdədir. Ona görə aldığımız cavabı 24-dən çıxmalıyıq. Bu da eləyir 22, 4 və 22. Cavab E variantı. Sıfır dərəcə uzunluqda yerləşən London şəhəri ilə Bakı şəhəri arasında yerli vaxt fərqi. Bakı 50 şərq uzunluğunda yerləşir. London sıfırdır. Arada 50 dərəcə məsafə var. 50 dərəcənin neçə saat, neçə dəqiqə olduğunu bilmək üçün onu bölürük 15-ə. 50-nin içində 15 3 dəfə tam yerləşir. 3 saat. 5 dərəcə qalıq qalır. 1 dərəcə 4 dəqiqədirsə 5 dərəcə 20 dəqiqədir. Cavab olur 3 saat 20 dəqiqə. Bakıda 21 mart tarixində yerli vaxtla saat 02:20 olan zaman. Londonda hansı gün və yerli vaxtla saat neçədir? 36-cı məsələdə hesabladıq ki, Londondan Bakı arasında 3 saat 20 dəqiqə məsafə var. Zaman fərqi. Londondakı saat tapmaq üçün Bakının saatından geri getməliyik. 02:20-dən 3 saat 20 dəqiqə geri gedəndə 02:20 sonra çatırsan 00:00-a yerdə 1 saatın qalır. 1 saat keçirsən bir gün əvvələ. 00:00-dan 1 saat əvvələ keçəndə olur 23:00 və bir gün əvvələ keçdiyin üçün olur 20 mart. A və B məntəqələri arasındakı qurşaq vaxt fərqini müəyyən edin. Birinci bunların hansı saat qurşağında yerləşdiyini tapmalıyıq. A 76 şərtdədir. 76-nı bölürük 15-ə. 5 dəfə eləyir. 5 vur 15, 75. Qalıq 1 qalır. Qalan qalıq 7,5-dən kiçikdir. Elə 5 də götürürük. Sonra B-yə baxaq. 39 şərq uzunluğundadır B. 39-u bölürük 15-ə. 2 dəfə tam düşür. Qalıq 9 qalır. 2 vur 15, 30 edir. Qalan qalıq 7,5-dən kiçikdirsə 2-nin üzərinə 1 əlavə edirik. Olur 3-cü saat qurşağı. Biri 5-ci, biri 3-cü saat qurşağındadırsa aradakı vaxt fərqi 2 saat olacaq. Birinci məntəqədə günəş Qrinviç meridianından 5 saat əvvəl üfüqdə göründüyü halda. İkinci məntəqədə Qrinviçdəkindən 3 saat gec görünür. Deməli, birinci məntəqədə Qrinviçdən 5 saat əvvəl görünür. Deməli, məntəqə şərqdədir. 5 saatda 75 dərəcə edirsə, 75 dərəcə şərqdədir. İkinci məntəqə isə Qrinviçdən 3 saat gec görür. Deməli, məntəqə qərbdədir. 3 saatda 45 dərəcə elədiyi üçün, deməli, məntəqə 45 dərəcə qərbdədir. Biri 75 şərq, biri 45 qərb, biri şərq, biri qərb olanda aradakı məsafə toplanır. 75-in üzərinə 45 edir 150. Bakıdan yerli vaxtla saat 12:00-da 270 dərəcə azimutda uçan təyyarənin 3 saat sonra yerə indiyi məntəqədə yerli vaxtla 12:00-dur. Bu məntəqənin yerləşdiyi saat qurşağını müəyyən edin. Deməli, Bakıdan 270 dərəcə qərbə doğru getmişik. Daha doğrusu 270 dərəcə azimutla qərbə doğru getmişik. Və 3 saat yol getmişik. 3 saat sonra gedib baxmışıq ki, çatdığımız yerdə də saat 12:00 oldu. Deməli, məntəqə arasında elə 3 saat zaman fərqi var da. Və bu məntəqə Bakıdan geridədir. Çünki Bakıdakı saatdan 3 saat sonra eyni saat qeydə alınıb. 3 saat isə 45 dərəcə eləyir. Bakıdan 45 dərəcə geridə olan yer 50-45 eləyir 5 dərəcə şərq uzunluğu. 5 dərəcə şərq uzunluğu isə 0-cı saat qurşağında yerləşir.
Çünki sıfırın sağı və solu 7,5 dərəcədir. Yəni 5-də 7,5-lərin arasında yerləşir. Müşahidəçinin Bakı şəhərindən 0 azimutla 4440 km yol gedərək çatacağı məntəqənin coğrafi koordinatlarını və saat qurşağını müəyyən edir. Bakı 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğunun kəsişməsində yerləşir. Buradan 0 azimutla, yəni yuxarı şimala doğru 4440 kilometr. 4440 kilometr meridian xətti üzrə 40 dərəcə eləyir. Çünki 4440-ı 111-ə bölürük. Deməli, Bakıdan 40 dərəcə şimala gedib. Bakı da 40 dərəcə şimal enliyindədirsə, gedilən yer 80 dərəcə şimal enliyi olacaq və uzunluq dəyişməyəcək. 50 dərəcə şərq uzunluğu. 80 şimal, 50 şərq. 50 şərq isə elə Bakıdan bilirik ki, 3-cü saat qurşağında yerləşir. Bakıda yerli vaxtla saat 04:28-dir. Ondan cənub-qərbdə yerləşən, yay günlərində günəş şüalarının günorta vaxtı 36,5 dərəcə bucaq altına düşdüyü A məntəqəsində isə saat 20:36-dır. A məntəqəsinin saat qurşağını, koordinatlarını tapın. Birinci A-nın enliyini tapaq. A-nın enliyinə yay günlərində günəş şüaları 36,5 bucaqla düşür. Düsturu qoyaq yerə. 90 çıxaq, coğrafi enliyi bilmirik. X. Ə, üstə gələk çıxaq 23,5. Çünki bilmirik hansı yarımkürələrdir. Şimaldadır ya cənubdadır. Ona görə həm üstə gələk, həm çıxaq yazdıq. Bərabər 36,5. X plus minus 23,5. 90-dan 36,5 çıxanda 53,5 eləyir. X-dən nəsə çıxıb da 53,5 ala bilərəm. Üstünə də nəsə gəlib 53,5 ala bilərəm. Burada nəsə yanlış. Hə, Bakıdan cənub-qərbdə yerləşir. Deməli, məntəqə cənubdadır. Cənubdadırsa üstünə gəldən istifadə edəcəm. X üstə gəlir 23,5. Bərabər 53,5. X bərabər 30. Yəni 53,5 çıxır 23,5 bərabər 30. X yerləşir 30 dərəcə cənub enliyində. Uzunluğu bəs. Uzunluğu isə Bakı ilə arasında birində 20,36-dır, birində 04,28. Bakı ilə bunun arasında əgər geri saat 12-yə əsasən hesablasaq, çünki bu məntəqə Bakıdan qərbdədirsə geridə olmalıdır. Burada 20,36-sə deməli bir gün geridədir. 04,28 ilə 20,36 arasında e, nə qədər vaxt fərqi var? 20:36-dan 12-yə qədər, yəni 24:00-a qədər 3 saat 24 dəqiqə var. O tərəfə də 4 saat 28 dəqiqə var. Üstə gəlirik bunları. Bu deyilir 7 saat 52 dəqiqə. 7 saat 52 dəqiqəmiz isə neçə dərəcə edir? 10 tapaq. 7 vur 15, 105, 52 böl 4, 13. 105 plus 13, 118. Məntəqə Bakıdan 118 dərəcə qərbbdədir. 50 şərqdən 118 çıxanda -68 eləyir. Yəni 68 qərb uzunluğu. 68 qərb uzunluğu isə hansı saat qurşağına yerləşir tapmaq üçün 68-i bölü 15-ə 4 dəfə yerləşir içində tam. Qalıq da 8 qalır. 4 vur 15, 60 edir. Qalan qalıq 7,5-dən böyüksə 4-ün üstə 1 əlavə 5 yazırıq. Qərb yarımkürəsi olduğu üçün isə aldığımız cavab 24-dən çıxırıq. Cavab olur 19-cu saat qurşağı. Bakıda saat 10:00-dur. Bəs ondan 75 dərəcə şərqdə, 75 dərəcə qərbdə yerləşən məntəqədə saat neçədir? 75 dərəcə 5 saat edir. Böl 15. Bakıdan 5 saat irəlidədirsə 75 şərqdə olan. Onun üstünə 5 gəlir 15. O biri isə 5 saat geridirsə 10-dan 5 çıxırıq eləyir saat. Səhər saat 5. Əgər 117 şərq uzunluğunda yerləşən Pekin şəhərində yerli vaxtla saat 10:00-dursa, bu vaxt London və Bakı şəhərində yerli vaxt neçə olar? London 0-dadır, Bakı 50 şərqdədir.
0-dan 117-nin arası 117 dərəcədir. 117 bölü 15. Aradakı zaman fərqini tapırıq. Bu eləyir 7 dəfə tam düşür. Ə, 7 saat, yəni 7 vur 15 105 eləyir. 12 dərəcə qalır. 1 dərəcə 4 dəqiqəsi 12 dərəcə 48 dəqiqədir. Deməli, London Pekindən 7 saat 48 dəqiqə geri olmalıdır. Çünki London daha qərbdədir. 10:00-dan 7 saat 48 dəqiqə geri gedəndə saat olur 02:12. London və Bakı şəhərinin yerli vaxtla saat neçə olur? Hə, Bakını da tapmalıyıq. Bakı 50 şərqdədir, Pekin 117 şərqdə. 117-dən 50 çıxırıq 67. Daha sonrası bunun nə qədər zaman fərqi yaratdığını bilməyim üçün 67-nin bölürük 15-ə. 4 dəfə tam düşür. 4 saat. 4 vur 15 60 eləyir. Ee, Qalıqsa 7 dərəcə qalır. 1 dərəcə 4 dəqiqədirsə 7 dərəcə 28 dəqiqədir. Deməli, Bakıda 4 saat 28 dəqiqə geridə olacaq. Çünki Bakı da 117-dən daha qərbdədir. 10:00-dan 4:28 çıxanda 5:32 eləyir. Coğrafi koordinatları 58 şimal 132 qərb olan A məntəqəsində yerli vaxtla 13:40-dır. Bu zaman 35 şimal 7 qərbdə e, yerləşən B məntəqəsində yerli vaxtı müəyyən edilir. İkisi də qərbdədir. Aradakı məsafəni tapmaq üçün çıxırıq 132-dən 7-ni, eləyir 125 dərəcə. 125 dərəcənin nə qədər zaman olduğunu bilmək üçün 125-ə bölürük 15-ə. 8 dəfə tam düşür. 8 saat. 8 vur 15 120. 5 dərəcə qalıq qalıb 1 dərəcə 4 dəqiqə isə 5 dərəcə 20 dəqiqədir. Deməli, məntəqə ilə bir dəqiqə. Hə, A məntəqəsi ilə B məntəqəsi arasında 8 saat 20 dəqiqə məsafə var. Və B 7 qərbdədir. Yəni şərqə daha yaxın. Ona görə B daha irəlidə olmalıdır. A-dakı saatın üzərinə 8 saat 20 dəqiqə gəlməliyik. 13:40 üstə gəl 8:20. Bu da eləyir 22:00. Vaxt fərqi 1 saat 20 dəqiqə olan A və B məntəqə arasındakı məsafə xəritədə 22,2 santimetrdir. Miqyası tapın. Miqyas tapanda həqqi xəritədəkinə bölünməlidir. Biz də həqqini bilmirik. Bunun üçün bizə açar verir. 1 saat 20 dəqiqə. 1 saat 20 dəqiqəmiz 15 dərəcə 1 saat. 20 dəqiqə isə 5 dərəcə edir. Çünki 20 bölü 4. Deməli, aradakı ümumi məsafə 20 dərəcə edir və ekvatorun üstündədirlər. Ekvatorun üzərində 20 dərəcə vur 111-ə 2220 kilometr edir. 2220 kilometr isə 22 santimetrdə hansı miqyasda göstərdiyini bilmək üçün 2220-ni bölürük 22,2-yə, bu eləyir 100. 100-ün də arxasına 5 sıfır atırıq, olur C variantı. Vaxt fərqi 2 saat 40 dəqiqə olan A və B məntəqə arasındakı məsafə 20 milyon miqyas xəritədə neçə santimetrdir? Xəritədəki məsafə tapmaq üçün həqqi miqyasa bölünməlidir. Miqyasa bilirik, amma həqqini bilmirik. Bunun üçün bizə açar verir. 2 saat 40 dəqiqə. 2 saatın 30 dərəcə eləyir. 40 dəqiqən 10 dərəcə. 40 bölü 4. Çünki 1 dərəcən 4 dəqiqə. Ümidi eləyir 40 dərəcə. Ekvator üzərində 40 dərəcə vur 111-ə eləyir 4440 kilometr. 4440 kilometr isə 1 bölünsün 200 milyonda 5 dənə sıfır çıxırıq buradan. Bölürük 200-ə. Bu da eləyəcək 22,2 santimetr. Məntəqənin hansısa gecə və gündüzün uzunluğu arasında fərq il boyu daha çoxdur. Təbii ki, burada biz qütbə daha yaxın əraziləri götürməliyik. Burada 7, daha sonra 6, 2 və 3. Amma elə cavab yoxdur. Hə, çox olduğunu soruşmur. Çox az olduğunu soruşur. Çox azsa deməli ekvatora yaxındır. 1, 4, 5, 8.
D variantı. 50-yə kimi baxacağıq bu videoda, sonra digər 50-yə baxacağıq. Məntəqələr hansında gecə gündüzün uzunluğu arasında fərq il boyu böyük olur? Qütbə ən yaxın ərazilər 1, 2, 6, 7. 22 gündə gecənin uzunluğunun azalmasına görə məntəqələr sıralayın. Deməli, ən uzun gecədən ən qısa gecəyə düzməliyik. Ən uzun gecə ən cənubda olur. Oradan şimala doğru düzməliyik. 6, 5, 3, 4, 2, 1. D variantı. Növbəti videoda digər 50 suala baxacağıq.